Salam aleyküm mənim dəyərli izləyicilərim. Demək bu gün Hövsandayıq, Hövsan kənddəyik. Bax, bu yolu göstərim sizə. Bax, oradan da düz marşrut xətt də keçir. Bax, bütün marşrutda bax gəlir buradan işləyir. Bax, 118 nömrəli məktəbindən yanındadır. Bax, belə bir ərazisində, bax, belə bir ev təqdim edirəm sizə. Demək 2 mərtəbəli 13 daşın üstündə 5 otaqlı evdir. 3 otaq yuxarıdadır, 2 otaq aşağıdadır. 2 otaq, bir kuxna, bir də hamam tualet. Bu da gördüyünüz hissəsi bax qarajıdır. Aşağı təmirsizdir, amma 3 otaq yuxarıda tam təmirlidir. Bax, həyətini göstərim sizə. Bax, görürsünüz kimi, həyəti ağla ilə döşənilibdir. Bax, balyasinalar. Bura maşın qarajıdır. Bura gördüyünüz kimi, bax, 2 otaq, hamam tualet, kuxna. İndi ikinci mərtəbəsini göstərim sizə. İkinci mərtəbəsidir. Bax, gördüyünüz kimi, ağla ilə bax, döşənilibdir. Balyasinalar zadda. Ərazisinə baxın. Bax, dediyim kimi, bax, marşrut oradan keçir. Bax, belə bir mənzərəsi olan həyət evi satılır. 3 otaq da yuxarıdadır. Bax, gördüyünüz kimi, bax, kuxna, hamam tualet. Burada da bir təmirli otaq. Burada tam təmirli, bax, gördüyünüz kimi. Bu da stalovsu. Ümumi 5 otaqlıdır. 150 kvadratdır. Bax, gördüyünüz kimi. Tam təmir. İşıq sağacı qoyulubdur. Qaz sağacı bu yaxınlar tezliklə qoyulacaqdır. Tam kommunala tam hazır olub təhvil veriləcək. Bax, gördüyünüz belə bir həyət evi satılır. 75 min azeyindir. Hövsanda kənddə 180 məktəbin yanındadır. Bax, belə bir. Bax, görürsünüz ki, mənzərəsi var. Bax, dediyim ki, marşrut oradan keçir. Satılır qardaş. 75 min azeyindir. İstəyən olsa, maraqlı olsa, nömrəm var. Profildə var. Zəng eləyin. Ətraflı sizə məlumatım verim. Gətirim, göstərirəm evi. Bax, belə bir həyət evi satılır.